Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır. Bunu qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi mövzusuna həsr olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev dedi. Sədr Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2026 və ya 2027-ci ildə imzalana biləcəyinə inamını ifadə etdi. Onun sözlərinə görə Zəngəzur dəhlizinin açılması həm region, həm də Ermənistan üçün faydalı layihə olacaq. Bununla belə sədr əlavə etdi ki, artıq bir çox dövlət Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır. Bu kampaniya əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Türk Dövlətləri Təşkilatına qarşı da aparılır. Avropa İttifaqı və Mərkəzi Asiya zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatına müəyyən bir belə deyək kampaniya başlamışdı. Mən indi individual ölkələri qeyd etmək istəmirəm, amma bu çox vaxt xaricdən olan fəaliyyətdir. Koordinasiya şəkildə aparılır Türk birliyinə qarşı və bəzi geosiyasi aktorlar, geosiyasi güclər Türk Dövlətləri Təşkilatının inkişafını istəmirlər. Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman da konfrans zamanı önəmli açıqlamalar verdi. Onun sözlərinə görə Azərbaycan bugün Türk dünyasında əsas rol oynayır və regionda ticarətin, nəqliyyat əlaqələrinin inkişafında mühüm həlqə kimi çıxış edir. Ömər Kocaman həmçinin xatırlatdı ki, Azərbaycan tezliklə Türk Dövlətləri Təşkilatı liderləri sammitinə ev sahibliyi edəcək. Bu il oktyabrın 6-7-sində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammiti keçiriləcək. Düşünürəm ki, bugünkü konferansdakı müzakirələrimizin nəticəsi olaraq əldə ediləcək fikirlər və ideyalar Qəbələdə keçiriləcək sammitin nəticələrinə də öz töhfəsini verəcək, deyə baş katibin müavini qeyd etdi. 6-7 Ekim'de Gebele'de yapacağımız zirvede Sayın Devlet Başkanlarımız yine bizlere rehberlik edecekler. Önemli program ve proje önerilerini, düşüncelerini bizlerle, kamuoyuyla paylaşacak ve bu şekilde dünyanın en stratejik merkezinde yer alan Türk Devletleri Teşkilatı yoluna, entegrasyon ve işbirliği adına yoluna daha möhkəm, sağlam adımlarla devam edecektir. Qeyd edək ki, bugün Bakıda qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi mövzusuna həsr olunmuş konfrans öz işinə başladı. Konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər. Tədbir həmçinin təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün platforma rolunu oynayacaq.